Mina təmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Az24 xəbər verir ki, bu Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan təhsil haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən dövlət, bələdiyyə və özəl ali, orta, ixtisas və peşə təhsili müəssisələrində təhsil alan mina təmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən mina təmizləyənlərin övladları Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək mina təmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən mina təmizləyənlərin övladlarına da şamil olunacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq 3-cü oxunuşda qəbul edilib.